Proqrama qəbul 16 sentyabrdan etibarən başlamışdır və 12 oktyabra qədər davam edəcək. Ona görə də maraqlı tələbə qızları müraciət etməyə çağırırıq. Bundan əvvəl 86 qız proqramın iştirakçısına çevrilib və 27 nəfər tələbə qızımız artıq proqramdan məzun olur və yeni açıq elan olunmuş proqramda 50 nəfər qəbul olacaq. Seçilmiş tələbələr həm 200 manat məbləğində təqaüd almış olacaqlar, həmçinin də müxtəlif təcrübə imkanlarından, həm mentorluq dəstəyindən, həm də təlimlərdən yararlanmış olacaqlar. Bununla yanaşı tələbələr həm Nexol Akademi, həm də LinkedIn Learning vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış imkanı əldə edəcəklər. Proqrama yalnız Azərbaycan vətəndaşları müraciət edə bilər. Həmin müraciətçilər 450 baldan yüksək bal toplamalı, ümumi orta müvəffəqiyyət göstəriciləri 80%-dən çox olmalıdır. Həmçinin burada tələbənin aktiv sosial həyatı da nəzərə alınacaq. Burada ən önəmlisi sosial meyarlardır. Müraciət edən tələbələr ya ünvanlı sosial yardım alan ailənin üzvü olmalı, ya valideynlərini itirmiş və ya uşaq evində böyümüş olmalı, ya da valideynləri əlilliyi müəyyən edilmiş, işsiz, yaxud sosial müavinat və ya təqaüd alan şəxslərdən ibarət olmalıdır. Burada qəbul prosesi 3 mərhələdən ibarətdir. İlkin mərhələdə onlayn müraciət, daha sonra qiymətləndirmə və müsahibə mərhələləri təşkil olunacaq. Tələbələr təqdim etdiyi sənədləri və akademik göstəriciləri qiymətləndirmə mərhələsindən keçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində onların motivasiyası, hədəfləri, sosial vəziyyətləri, təhsil həyatı üzrə suallar ünvanlanacaq. Daha sonra bu mərhələləri də uğurla keçən 50 nəfər tələbə qız proqramın iştirakçısına çevriləcəklər. Proqrama qəbulla bağlı ixtisas sahələri və qəbul linki TIF Edu.az saytında yerləşdirilir.